Xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Son günlər dünya bazarında Azərbaycanın ixrac etdiyi Azeri-Rik markalı neftin qiymətinin artması diqqət mərkəzindədir. Bu dəyişiklikdən sonra cəmiyyətdə tez-tez bir sual səslənir. Neftin bahalaşması pensiyaların, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılmasına səbəb ola bilərmi? Hətta bəzi insanlar uzun müddətdir müzakirə olunan uşaq pulunun yenidən tətbiq ediləcəyini də düşünürlər. Məsələyə iqtisadi baxımdan yanaşdıqda, Azərbaycan kimi neft ixrac edən ölkələr üçün dünya bazarında neft qiymətlərinin yüksəlməsi ümumilikdə müsbət hal hesab olunur. Çünki ölkənin əsas gəlir mənbələrindən biri neft ixracıdır. Qiymətlər artdıqda ixracdan əldə olunan gəlirlər də yüksəlir və bu dövlət büdcəsinə əlavə vəsait daxil olması deməkdir. Ancaq bu vəziyyət avtomatik olaraq sosial ödənişlərin dərhal artırılacağı mənasına gəlmir. Pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər dövlət ödənişlərinin artırılması xüsusi qərarlar əsasında həyata keçirilir. Bu qərarlar hazırlanarkən dövlət büdcəsinin imkanları, iqtisadi göstəriciləri, sosial siyasət və maliyyə planlaması birlikdə nəzərə alınır. İqtisadçıların fikrincə, neft qiymətlərinin qısa müddət ərzində bahalaşması böyük dəyişiklik yaratmaya bilər. Əsas məsələ qiymət artımının davamlı olmasıdır. Əgər neft uzun müddət yüksək qiymətə satılarsa, dövlət büdcəsinin gəlirləri daha da artar və hökumətin sosial sahəyə daha çox vəsait ayırmaq imkanları genişlənə bilər. Bununla yanaşı məsələnin başqa tərəfi də var. Dünya bazarında enerji daşıyıcılarının qiymətinin yüksəlməsi bir çox ölkələrdə inflyasiya riskini artırır. Yanacaq və enerji qiymətlərinin bahalaşması istehsal və daşınma xərclərinə təsir edir. Nəticədə müxtəlif məhsul və xidmətlərin qiymətlərində də artım müşahidə oluna bilər. Bu isə o deməkdir ki, dövlətin gəlirləri artsa belə eyni zamanda xərcləri də yüksələ bilər. İnfrastruktur layihələri, sosial proqramlar, dövlət sifarişləri və digər sahələrdə əlavə maliyyə tələb oluna bilər. Buna görə də neftdən əldə olunan əlavə gəlirlər müxtəlif istiqamətlər üzrə bölüşdürülür. Hazırda uşaq pulunun bərpası, pensiyaların artırılması və sosial müavinətlərdə yeni artımlar barədə rəsmi qərar açıqlanmır. Bu mövzu ilə bağlı zaman-zaman müxtəlif müzakirələr aparılsa da, yekun qərarlar yalnız aidiyyətli dövlət qurumları tərəfindən qəbul edilir və rəsmi şəkildə elan olunur. Ekspertlərin ümumi qənaətinə görə neft qiymətlərinin uzun müddət yüksək səviyyədə qalması gələcəkdə sosial xərclərin artırılması üçün əlavə maliyyə imkanları yarada bilər. Lakin bunun hansı formada həyata keçiriləcəyi, hansı sahələri əhatə edəcəyi və nə vaxt baş verəcəyi barədə əvvəlcədən dəqiq fikir söyləmək mümkün deyil. Beləliklə, neftin bahalaşması iqtisadiyyat üçün müsbət siqnal hesab olunsa da, bu sosial ödənişlərin dərhal artırılması anlamına gəlmir. Gələcək qərarlar dövlət büdcəsinin vəziyyətindən, iqtisadi göstəricilərdən və hökumətin sosial siyasətindən asılı olacaq. Mövzu ilə bağlı rəsmi açıqlamalar olduqda ictimaiyyətə müvafiq məlumat təqdim ediləcək.